İbrahim Peyğəmbərin hekayəsi. Uzun illər bundan əvvəl Babil ölkəsində Azər adlı bir kişi yaşayırdı. Azər daşdan bütlər düzəldib satmaqla məşğul idi. Kənddə çox böyük bir bütxana vardı. Burada çoxlu sayda bütlər saxlanılırdı. Hamı kimi Azər də bu bütlərə ibadət edirdi. Azərin İbrahim adlı ağıllı bir oğlu var idi. Bu oğlan ətrafındakı insanların bütlərə səcdə etdiyini görürdü. İbrahim bilirdi ki, bütlər insanlar tərəfindən daşdan hazırlanır. Onlar nə danışa, nə də eşidə bilirlər. Onu da bilirdi ki, onlar heç kəsə nə xeyir, nə də zərər verə bilirlər. O görürdü ki, bütlərin üzərinə milçəklər qonanda, siçanlar bütlərin ətrafına qoyulan yeməkləri yeyəndə, bütlər buna mane ola bilmirlər. İbrahim öz-özünə deyirdi: Nə üçün insanlar bütlərə səcdə edirlər? Nə üçün insanlar özlərinə kömək edə bilməyən bütlərdən kömək istəyirlər? Yer üzündə olan insanların hamısı ulduzlara və bütlərə ibadət edirdi. Bir tək İbrahim balaca olsa da, Allahın göstərdiyi doğru yolda idi. İbrahim biraz böyüdükdən sonra ailəsi ilə birlikdə Qüds torpaqlarına köçdü. Bu Ərəbistan yarımadasını və Şamı əhatə edən Hərran adlı ərazi idi. İbrahimin ailəsi Kənanilər tayfasından idi. Köçdükləri ərazidə isə Hərran adlı bir tayfa yaşayırdı. Bu tayfa ulduzlara ibadət edirdi. Bir dəfə İbrahim Hərran əhalisi ilə söhbət edirdi. İbrahim nə üçün ulduzlara ibadət etdiklərini soruşduqda, onlar ata-babalarımızın da belə etdiyini görmüşük, deyə cavab verdilər. Onları başa salmaq üçün İbrahim başını qaldırıb göyə baxdı. Göy üzü dəniz kimi idi. İbrahim biraz da diqqətlə baxdıqda kiçik ulduzları görməyə başladı. Ulduzların içində böyük və parlaq ulduz onun diqqətini çəkdi. İbrahim dedi: Əgər siz deyən kimidirsə, o zaman budur mənim Rəbbim. Mənim Rəbbim sizin səcdə etdiyiniz daşlardan daha xeyirlidir. Lakin bu çox çəkmədi. Hava işıqlananda ulduz yox oldu. İbrahim insanlara başa salmaq üçün dedi: Yox, batan ulduz mənim Rəbbim ola bilməz. Daha sonra parıldayan ayı gördükdə, Budur, tapdım Rəbbimi, dedi. Lakin bu da çox çəkmədi. Ay da yavaş-yavaş gözdən itdi. İbrahim dedi: Yox, bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz. Bir səhər günəş doğmaq üzrə idi. Günəş göz qamaşdıran bir parıltı ilə görünməyə başladıqda İbrahim budur mənim Rəbbim, dedi. Lakin axşam olduqda günəş batıb öz yerini yenidən aya verdi. İbrahim dedi: Yox, bu mənim Rəbbim deyil. Rəbb itib gedə bilməz. İbrahim insanlara başa salmaq istəyirdi ki, ulduzlar gücsüzdür. Onları sübh məğlub edir. Ay gücsüzdür. Onu günəş məğlub edir. Nə günəş, nə ay, nə də ulduzlar insanları qoruya bilməzlər. Çünki gücsüzdülər. İbrahim insanlara başa salmaq istəyirdi ki, onun da, hamının da Rəbbi Allahdır. Allah əbədidir, itmir. Güclüdür, heç bir şey onu məğlub edə bilmir. İbrahim insanlara başa salmaq istəyirdi ki, ayın, günəşin, ulduzların da Rəbbi Allahdır. Ulduzlar ibadət edilməyə layiq deyillər. Çünki onlar özləri Allah tərəfindən yaradılıblar və idarə olunurlar. Bəzən batıb, bəzən çıxırlar. İbrahim öz tayfasından ən birinci atasına bütlərə ibadət etməkdən çəkindirmək istədi. Bir gün atasının yanına gələrək mülayim səslə dedi: Atacan, nə üçün bu bütlərə ibadət edirsən? Onlardan kömək istəyirsən. Axı bu bütlər nə danışa, nə də eşidə bilirlər. Nə üçün onlara yemək və su verirsən? Axı bu bütlər nə yeyə, nə də içə bilirlər. Atası çaşqınlıq və qəzəb içində: Oğlum, bu bütlərə atalarımız da ibadət edirlər, biz də edirik. Yoxsa sən onları inkar edirsən? Çıx get buradan, yoxsa səni öldürərəm, deyə qışqırdı.
İbrahim atasının Allahın doğru yoluna gəlməyəcəyini anladı. Lakin atasının təhdidləri qarşısında yenə də mülayimlik göstərdi. Atasının doğru yola gəlmədiyini görən İbrahim günlərin bir günü sakit bir şəkildə Sənə salam olsun. deyib ondan uzaqlaşdı. Bütə ibadət edənlərin hər il qeyd etdikləri bayram günü gəlmişdi. Hər kəs çox sevinirdi. Böyüklər və uşaqlar dəstə-dəstə şəhər kənarına gedirdilər. İbrahimin atası ona bayrama getməyi təklif etdi. İbrahim isə Mən xəstəyəm, sizinlə gələ bilmərəm. deyib bəhanə gətirdi və şəhərdə qaldı. Adamlar bütxananı bəzəyib bütlərin qabağına ləzzətli yeməklər qoydular və bayram gəzintisinə çıxdılar. Onların inancına görə bu yeməklərlə bütlər cəmaata bərəkət bəxş edəcəkdilər. Hamı gedəndən sonra İbrahim əlində çəkic bütxanaya daxil oldu və bütlərin qabağında yeməkləri görüb rişxəndlə soruşdu. Niyə lal dinməz durmusunuz? Nə üçün yeməklərə əl vurmursunuz? Sizə nə olub ki, danışmırsınız? Bütlər isə onun sualları qarşısında sustular, çünki onlar adi daşlar idilər. Onlar heç nə deyə bilməzdilər. Beləcə İbrahim bütlərə yaxınlaşıb sağ əli ilə zərbə endirdi. Sonra isə əlindəki çəkiclə onları bir-bir qırmağa başladı. Bütlərin hamısını qırıb ən böyük bütə toxunmadı. Çəkici böyük bütə keçirdərək bütxanadan çıxdı. Bayramdan qayıdan adamlar bütxanaya daxil oldular. Bütlərin başına gələnləri görüb dəhşət içində qışqırdılar. Bizim bütlərimizi kim bu hala salıb? Bunu kim edibsə çox zalım adamdır. Dedilər. İnsanlar düşünüb daşındılar. İbrahim adlı bir gəncin bütləri pislədiyini xatırladılar. Bunu tək Allaha ibadət etməyə çağıran bir kəsin etdiyinə əmin oldular. Qəzəblənmiş insanlar İbrahimin yanına getdilər, Bütlərimizi sən mi qırdın? deyə soruşdular. İbrahim də elə bunu gözləyirdi. İndi o fürsətdən istifadə edib bütlərə ibadət etməyin puçluğunu göstərəcəkdi. İbrahim özünü itirmədən böyük bütü göstərdi. Xeyr, bunu onların bu böyüyü etmiş olar. Çünki çəkic ondadır. Əgər danışa bilirsə, özündən soruşun. Dedi. İstehza ilə deyilmiş bu sözlər hər kəsi çaşbaş saldı. Çoxları başa düşdü ki, İbrahim haqlıdır. İnsanlar gözəl bilirdilər ki, bütlər adi daşlardır. Bilirdilər ki, daşlar eşidə danışa bilmirlər. Onlar bilirdilər ki, böyük büt də daşdandır. Böyük büt yeriyə bilməz, yerindən tərpənə bilməz, digər bütləri sındıra bilməz. Lakin yenə də öz səhv düşüncələrində qalaraq Ey İbrahim, axı sən bilirsən ki, bu daş heykəllər danışa bilmirlər. dedilər. İbrahim dedi. Elə isə danışa bilməyən, özlərini belə qoruya bilməyən bütlərə necə səcdə edirsiniz? Allahı qoyub özlərinə kömək edə bilməyən bu daşlardan necə kömək istəyirsiniz? İnsanlar ona cavab verməyə söz tapa bilməyib sustular. Qəzəbdən qıvrılan insanlar İbrahimi oda atmağa qərar verdilər. Bununla da öz ilahlarına kömək edəcəklərini güman etdilər. Meydanda odu göylərə ucalan böyük bir tonqal qalandı. Tonqalın alışması üçün hər kəs odun topladı. Sonra İbrahimi əlləri və ayaqları bağlı halda tonqalın yanına gətirdilər. Onu bir mancanağın ucuna qoydular. Bu mənzərəyə sevinclə tamaşa edən cəmaatın səs-küyü ətrafı bürüdü. Ürəyində Allaha güclü inan bəsləyən İbrahim isə sakitcə dayanmışdı. Pıçıltı ilə Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Aləmlərin Rəbbi sənsən. deyirdi. Beləsə zalım insanlar mancanağa qoyduqları İbrahimi oda atdılar. İbrahim bu an dua edib Allah bizə yetər. O nə gözəl qoruyandır. dedi. Rəbbi dua edən bəndəsinə cavab verdi. Onu yandırmaması üçün oda Ey od, İbrahim üçün soyuq və zərərsiz ol. deyə əmr etdi. Elə bu an od İbrahimə zərər verməyəcək şəkildə sərin oldu. Alovun dilləri sanki güllərə çevrildi. Od İbrahimin əl-ayağına bağlanmış ipləri əritdi, özünə isə toxunmadı. Beləcə Rəbbi odu İbrahim üçün zərərsiz etdi. Tezliklə alov söndü.
və İbrahim sağ-salamat tonqaldan çıxdı. Bu mənzərə cəmaatı heyrətə gətirdi. Onlar utandıqlarından başlarını aşağı salıb ətrafa dağılışdılar. Zalım kəslər qalib gəlmək istəsələr də, Allah onları məğlub etdi. Ucalmaq istəsələr də, Allah onları alçatdı. İbrahimin ölkəsində Nəmrud adlı zalım bir padşah vardı. Bir gün İbrahim Nəmrudun yanına gedərək ona bütlərə ibadətdən vaz keçməsini və tək Allaha ibadət etməsini məsləhət gördü. O İbrahimə atalarının yolu ilə getdiyini, onlar kimi ibadət etdiyini söylədi. İbrahim isə onun səhv etdiyini, ibadətə yalnız Allahın layiq olduğunu bildirdi. Rəbbimiz yeri göyü yaradan uca Allahdır. Hər şeyin sahibi O'dur, dedi. Nəmrud İbrahimdən, Yaxşı, bəs sənin Rəbbin nə edir? deyə soruşduqda, İbrahim, mənim Rəbbim həm öldürür, həm də dirildir. dedi. Nəmrud istehza ilə Mən də həm öldürürəm, həm də dirildirəm. söylədi. Dediklərini sübut etmək üçün ölüm hökmü verdiyi 2 nəfəri hüzuruna çağırtdırdı. Birinin edam edilib öldürülməsini, digərinin isə sərbəst buraxılmasını əmr etdi. Sonra isə üzünü İbrahimə tutub, Gördünmü, mən həm öldürürəm, həm dirildirəm. Bir nəfəri öldürüb, digərini isə sağ buraxdım. dedi. İbrahim isə həm ona, həm də ətrafındakılara həqiqəti başa salmağa səy edirdi. İbrahim, Ey Nəmrud, mənim Rəbbim günəşi məşriqdən çıxarır. Gücün varsa, sən də onu məğribdən çıxar. Çünki öldürən və dirildən istədiyini etməyi bacarmalıdır. dedi. Nəmrud İbrahimin dediklərinə cavab tapa bilmədi. Aciz olduğunu anlayıb heyrət içində susdu. İbrahim öz peyğəmbərlik vəzifəsini yerinə yetirdi. Atasını, tayfasını və zalım padşahı Allaha ibadətə çağırdı. Lakin xeyri olmadı. Belə olduqda İbrahim peyğəmbər və ona inananlar köçmək üçün hazırlıq gördülər. Babil torpağını tərk edib Şam torpaqlarına üst tutdular. İbrahim peyğəmbərə inananlar arasında həyat yoldaşı Sara və qardaşı oğlu Lut da var idi. Lut İbrahimin göstərişi ilə özünə məxsus olan sərvəti götürüb başqa torpaqlara getdi. Bu torpaqların adı Ğur idi. Lut Səum şəhərində məskən saldı. Orada da insanlar Allaha yox, bütlərə ibadət edirdilər. Onlar günah işlər görürdülər. Allah Luta da peyğəmbərlik verdi. Lut pis işlərlə məşğul olan insanları doğru yola çağırdı. İbrahim peyğəmbər həyat yoldaşı Sara ilə Misirdə yerləşdilər. Saranın Həcər adında vəfalı bir xidmətçisi də var idi. Sara Həcəri çox sevirdi. İbrahimlə Sara övladları olması üçün Allaha çox dua edirdilər. Amma övladları olmurdu. Bir gün Sara İbrahimə, İkimiz də artıq qocalmışıq. Övladımız olmadı. Bundan sonra olması da mümkün deyil. Həcərlə evlənməni istəyirəm. Bəlkə Allah ikinizə də övlad verər. Evimizdə uşaq olar, xoşbəxt olarıq. dedi. Saranın israrı ilə İbrahim peyğəmbər Həcərlə evləndi. Bir müddət sonra İbrahimlə Həcərin oğlu dünyaya gəldi. Adını İsmail qoydular. İbrahim peyğəmbər körpə İsmailı Saraya göstərmək istədikdə, Sara onu görmək istəmədiyini söylədi. Sara da Həcərə qarşı qısqanclıq hissləri oyanmışdı. O İbrahimdən xahiş etdi ki, Həcərlə oğlunu ucqar bir yerə aparsın. İbrahim peyğəmbər çox çalışdı ki, onu bu fikrindən döndərsin. Ancaq Sara inadından dönmədi. İbrahim peyğəmbər çox üzüldü. Çarəsiz qalıb Saranın fikrini Həcərə bildirdi. Sizi buradan aparmalıyam, dedi. Allah İbrahimə yol göstərdi. Südəmər İsmailı və Həcəri Məkkəyə aparmasını əmr etdi. Həcər Allahdan izinsiz heç bir şeyin olmayacağını bilirdi. İbrahim peyğəmbər ona evdən getmələrini söylədikdə etiraz etmədi, Bunda bir xeyir var. deyə düşündü. Beləcə İbrahim peyğəmbər və Həcər balaca İsmailı götürüb yola düşdülər. Xeyli yol getdikdən sonra Məkkəyə çatdılar. Buranın dörd bir tərəfi səhra idi. Bircə böyük ağac var idi. İbrahim Həcəri və oğlu İsmailı bu böyük ağacın altında qoydu.
O zaman Məkkədə heç kəs yaşamırdı. Orada su da yox idi. İbrahim onlara bir torba xurma və bir tuluq su verdi. İbrahim üzünü çevirib gedərkən Həcər dedi: Ey Allahın elçisi, sən bizi burada heç kəsin, heç nəyin olmadığı yerdə öz qərarınla qoyub gedirsən? Yoxsa bu Allahın sənə əmridir? İbrahim Bu Allahın əmridir. dedikdə Həcərin qəlbi rahat oldu. İbrahim yoluna davam etdi. Bir dağın ətəyində dayandı. Üzünü hələ Adəm peyğəmbərin zamanından qalmış Kəbəyə tərəf tutdu. Əllərini qaldırdı və bu duaları oxudu. Ey aləmlərin Rəbbi, mən ailəmi ibadət etməsi üçün Kəbənin yanında yerləşdirdim. Burada nə bir bitki, nə də bir kol var. Onlara bol-bol nemətlər ver və elə et ki, rastlaşdıqları bütün insanlar ailəmi sevsinlər. İbrahim peyğəmbər Həcəri və İsmayılı su və yemək olmayan səhrada qoyub getdi. Həcər tuluqdakı sudan içib balaca İsmayılı əmizdirirdi. Bir neçə gün sonra tuluqdakı su qurtardı. Həcərin südü də kəsildi. İsmayıla yedirməyə və içirməyə bir şey qalmadı. Həcər çarəsiz halda Allaha dua edirdi. Balaca İsmayıl susuzluqdan yanırdı. Həcər bəlkə buradan keçən bir karvan və ya atlı görər deyə yaxınlıqdakı Səfa adlanan bir dağa çıxıb su axtardı. Günəşin istisi səhra qumlarını qızdırırdı. Həcər ətrafda heç kəsi görməyib aşağı düşdü və yaxınlıqdakı digər təpəyə, Mərva təpəsinə tərəf yüyürdü. O su tapmaq ümidi ilə Səfa və Mərva arasında 7 dəfə gedib gəldi, lakin bir damla da su tapa bilmədi. Həcər taqətdən düşmüşdü. Acılıq və susuzluqdan nəfəsi güclə gedib gələn İsmayıl isə arxası üstə yerə uzanmışdı. O ayaqlarını yerə bərk-bərk sürtürdü. Həcər Mərva dağının üzərində qanadı ilə yeri qazan bir mələk gördü. Elə bu an İsmayılın ayaqları altından şəffaf su çeşməsi fəvvarə vurdu. Ana sevinc içində qaçıb gəldi, sudan içib körpəsini əmizdirdi. Çox keçmədi ki, quşlar o bomboş çöldə suyun olduğundan xəbər tutdular. Daha sonra ətrafda yaşayan adamlar da quşların ora uçmasından bildilər ki, yaxınlıqda su var. Onlar gəlib Həcərə qonşu oldular. Beləcə, Həcər və İsmayılın ətrafı insanlarla doldu. Artıq Həcərlə İsmayıl tək deyildilər. Ətraflarında onları sevən yaxşı insanlar var idi. Allahın izni ilə bu torpaqlar onlar üçün rahat bir məkana çevrildi. İbrahimin duası qəbul oldu. İsmayıl insanların əhatəsində xoşbəxt böyüdü. Bu tayfalardan ərəb dilini öyrəndi. Bir müddət sonra İsmayılın anası Həcər vəfat etdi. Bir gün Allah İbrahim peyğəmbərə yuxusunda oğlu İsmayılı qurban kəsməsini əmr etdi. İbrahim bildi ki, bu Allah tərəfindən onun üçün hazırlanmış daha bir sınaqdır. Bundan əvvəl də Allah İbrahimi bir neçə dəfə sınamışdı. İbrahim oda atılmağa, oğlunu və arvadını bomboş səhrada tək qoymağa razı olmuşdu. İndi isə Rəbbi onu daha böyük bir imtahandan keçirirdi. Oğlunu qurban kəsmək İbrahim üçün çox çətin idi. Lakin Rəbbini oğlundan çox sevən İbrahim yenə də onun əmrinə tabe oldu. Yuxudan oyanan kimi oğlu İsmayılın yanına getdi. Bir qədər susduqdan sonra ona: Oğlum, bir yuxu gördüm. Yuxuda səni qurban kəsirdim. Sən bu işə nə deyirsən? dedi. İsmayıl gülümsəyərək: O halda sənə əmr ediləni yerinə yetirəcəm. Rəbbimizdən gələn hər bir əmr qəbul olunur. Cavabını verdi. Oğlunun bu cavabından sonra İbrahim Allahın əmrini yerinə yetirməyə getdi. Çox sevdiyi oğlunu üzü üstə yıxıb qurban etmək üzrə idi ki, Allahdan bir səs gəldi. Dayan İbrahim, sən Rəbbinə nə qədər bağlı bir qul olduğunu sübut etdin. Rəbbinin əmrini dərhal yerinə yetirdin. Öz sədaqət və vəfanı göstərdin. Oğlunu qurban verməkdən çəkinmədin. Elə bu zaman Allah İbrahimə İsmayılın əvəzində qurban vermək üçün böyük bir qoç göndərdi. İbrahim oğlunu deyil, göndərilmiş qoçu qurban kəsdi. Bir gecə İbrahimin yanına 3 gənc gəlib Allahın salamı ilə onu salamladılar. İbrahim onların salamını aldı və dərhal onlar üçün süfrə hazırlatdı.
Süfrəyə qızarmış buzov əti gətirildi. Lakin qonaqlar əllərini yeməklərə uzatmadılar. Qonaqların yeməkdən yeməmələri İbrahimin xoşuna gəlmədi və o bərk narahat oldu. Bunu görən qonaqlar İbrahimə: Qorxma, biz Allah tərəfindən göndərilmiş mələklərik. Sara ilə sənin bir oğlunuz olacağı xəbərini vermək üçün gəlmişik. dedilər. İbrahim peyğəmbərin heyrəti biraz da artdı. Sara isə: Mən qoca bir qarı, ərimdə qoca bir kişi ola necə oğlumuz ola bilər? dedi. Mələklər ona: Sən Allahın işinə təəccüb edirsən? Allahın mərhəmətindən heç kim ümidini üzməməlidir. cavabını verdilər. Beləcə İbrahim və Saranın İshak adlı oğlu dünyaya gəldi. Allah ona da peyğəmbərlik verdi. İllər keçmişdi. Məkkə torpaqları çox dəyişmişdi. O boş və susuz səhradan əsər əlamət qalmamışdı. İsmail böyümüş, yaraşıqlı və güclü bir gənc olmuşdu. Artıq evlənmişdi. İsmail Rəbbinə inanır, ona ibadət edirdi. Bu müddət ərzində atası İbrahim tez-tez ona baş çəkmişdi. İsmailin yaşadığı torpaqda illər əvvəl Adəm peyğəmbər tərəfindən bünövrəsi qoyulmuş bir ev var idi. Bu evin adı Kəbə idi. Kəbə evi yerdən biraz hündürdə idi. Sel suları onun sağ və sol tərəfindən axırdı. Zaman keçdikcə ev uçub dağılmışdı. Bir gün İbrahimə Allahdan əmr gəldi ki, Kəbəni yenidən tiksin. Kəbə yer üzündə ilk ibadətgah olmalıydı. Bu işdə İbrahimin oğlu İsmail də ona kömək etməli idi. Ata və oğul Kəbənin tikintisinə başladılar. Gecə-gündüz çalışdılar. Birlikdə daş qırıb palçıq düzəldib divar hördülər. Ata və oğul iş görə-görə dua edirdilər. İsmail: Ey Rəbbimiz, zəhmətimizi boşa çıxarma. Bu əməlimizi bizdən qəbul et. Sən görürsən və eşidirsən. Bizi sənə iman gətirənlərdən et. deyirdi. İbrahim isə: Ey Rəbbim, Məkkəni əminamanlıq yurdu et. Məni və oğullarımı bütlərə ibadət etməkdən qoru. Nəslimizdən onlara peyğəmbərlər göndər. Onların içərisindən sənə iman gətirən insanlar çıxar. Sənə inananlara bol ruzi ver. deyə dua edirdi. Allahın izni ilə Kəbənin tikintisi başa çatdı. Bu zaman Allah: Ey İbrahim, Kəbəni insanların ibadət yeri edin. Oranı ziyarətgah edərək dua edən insanlar üçün təmiz saxlayın. deyə əmr etdi. Yer üzünün dörd tərəfindən insanlar ibadət üçün Kəbəyə gəldilər. İbrahimin nəslindən neçə-neçə peyğəmbərlər doğuldu. İbrahimin oğlu İsmailin nəslindən Muhammed sallallahu aleyhi və səlləm doğuldu. İbrahimin digər oğlu İshaqın nəslindən Yaqub, Yusuf, Musa, Davud və Süleyman peyğəmbər dünyaya gəldi. İbrahimin və İsmailin Rəbbi onların duasını qəbul etdi.